Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda 10-15 dəqiqəyə hazırlayıb sobada bişirə biləcəyiniz asan bir peçenya reseptini sizinlə paylaşıram. Peçenyaları mürəbbə şirəsi ilə hazırlayıram. Əgər sizin də evdə mürəbbə şirəniz qalıbsa, bu reseptlə çox asanlıqla belə gözəl peçenyalar hazırlaya bilərsiniz. İndi keçək peçenyaların hazırlanmasına. Peçenyanın xəmiri üçün əvvəlcə ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə çay qaşığının 1/3 qədər duz, 4 dolu xörək qaşığı da şəkər tozu əlavə edəndən sonra yumurta ilə şəkər tozunu çırpıcı ilə yaxşı qarışdırıram. Yumurtalı qarışımın üzərinə 100 qram yumşalmış kərə yağını əlavə edirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. 50 ml də süd. Peçenyaları mən şaftalı mürəbbəsinin şirəsi ilə hazırlayıram. Ona görə yarım stəkan 100 ml mürəbbə şirəsi götürmüşəm. Onu da qaba əlavə edirəm. Bu ərzaqları da çırpıcı ilə biraz qarışdırıram. Xəmir üçün onu başqa bir ərzaq qabına tökmüşəm. Üzərinə 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram qabartma tozu, bir də yarım paket 5 qram qabartma tozu tökürəm. Ümumilikdə 15 qram qabartma tozu tökürəm. Onu da əlavə edəndən sonra quru ərzaqları qarışdırıram. Un qarışımını hissə-hissə ələkdən keçirdib xəmir hazırlayıram. Əvvəlcə unun bir hissəsini ələkdən keçirdib spatula ilə biraz qarışdırıram. Çətin olduqda yenə unu ələkdən keçirdib xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə, bir də yumurtaların ölçüsünə görə dəyişə bilər. Ona görə hissə-hissə əlavə eləyəndə xəmir daha yaxşı alınır. Belə gördüyünüz kimi ələ yapışmayan yumuşaq bir xəmir alındı. Xəmirin üstünü örtüb bir 10 dəqiqə gözlədirəm. Keçirəm peçenyaları hazırlamağa. Dəzgahın üstünə biraz un səpirəm. Yoğurduğum xəmirin hamısını dəzgahın üstünə qoyuram. Əlimlə biraz üstündən bastırıb genişləndirəndən sonra üstünə biraz un səpib, yayıb, yayma açıram. Yaymanı nə çox qalın, nə çox nazik, təxminən 5-6 mm qalınlığında yayıb böyüdürəm. Yayandan sonra peçenyanı istənilən şəkildə doğramaq olar. Kvadrat şəklində, dairəvi şəklində. Mən belə gördüyünüz kimi dairəvi naxışlı xəmir kəsənlə peçenyaları doğrayıram. Peçenyaların diametri 6 sm-dir. Siz öz istəyinizə görə peçenyaları yaxırda ya da iri ölçüdə də kəsə bilərsiniz. Peçenya üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Sonacan hamısını doğrayandan sonra kənarda qalan xəmirləri də bir yerə yığıram. Onu da kündə halına gətirirəm. Yenə dəzgahın üstündə yayıram. Onlardan da eyni qaydada peçenyalar doğrayıram. Doğradığım peçenyaların hamısını yağlı kağız sərdiyim formalara yığmışam. Bişəndən sonra görünüşünün gözəl olması üçün kəsdiyim dairəvi xəmir parçalarının ortasında oyuq açıram. Hamısının ortasında xırda oyuqlar açıram. Oyuqdan çıxan xəmir parçalarını da məsrəf eləmirəm. Belə gördüyünüz kimi onu da bir yerə yığıb, yayıb yenə peçenya hazırlayıram. Peçenyaları bu qaydada hazırlayıram. Sonda üzərinə süd çəkirəm. Südü də çəkəndən sonra biraz şəkər tozu səpirəm. İstəyə görə şəkər tozunu qozla, fındıqla, badam qırıntıları ilə də əvəz eləmək olar. Bu qaydada hazırlayıb 180 dərəcəlik sobada 12-15 dəqiqə arası bişirirəm.
Peçenyaların bir hissəsinə də bir xörək qaşığı şəkər tozuna, çay qaşığının 1/3 qədər darçın əlavə edib qarışdırıram. Yenə üzərindən süd çəkirəm. Xəmirlərin hamısının üstünə süd çəkəndən sonra darçınlı qarışımdan peçenyaların üstünə səpirəm. Darçın zövqə görədir, istəməyən əlavə etməyə də bilər. Elə sadə şəkər tozu da səpə bilər. Bu peçenyaları da bu qaydada hazırlayıb bişirirəm. İlk sobaya qoyduğum peçenyalar artıq bişib. Gördüyünüz kimi çox yaxşı qabarıb, çox qızarmır. Sobada çox qalarsa quru olar. Ona görə üstü rəngi biraz dəyişəndən sonra sobadan çıxartmaq lazımdır. Çox gözəl peçenyalar alınıb. Digər darçınlı peçenyalar da bişib hazırdır. Çox gözəl qoxular gəlir. Hazırladığım xəmirdən tam 30 ədəd orta ölçülü peçenyalar alındı. Çox asan bir peçenya reseptidir. Əgər sizin də evdə mürəbbə şirəniz qalıbsa, məsrəf etməyin. Bu reseptlə belə gözəl peçenyalar hazırlaya bilərsiniz. Çay süfrəsinə yaraşan, kövrək, ağızda əriyən peçenyalar alınır. İstəyə görə üzərinə şəkər pudrası da səpmək olar. 10-15 dəqiqəyə hazırlayıb pişirə biləcəyiniz asan bir peçenya reseptidir. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videom da sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.